Bismillahirrahmanirrahim. Hicretin 261-ci ilində vəfat edən İmam Müslim İbn Həccac Səhih kitabında deməli Əbu Musa Əşaridən rivayet edir və deyir ki, Ən Əbi Musa Əşari ənin Nəbiyyi sallallahu əleyhi və səlləm qal: Məsəlul beytillazi yuzkarullahu fihi vel beytillazi la yuzkarullahu fihi meselul heyyi vel meyyit. Ebu Musa Əşari'den rivayet edilmiştir ki, Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, Allah zikr olunan evin misli ile Allah zikr olunmayanın evin misli, dirinin misli ile ölünün misli kimidir. Diri ile ölünün misli kimidir. Bu hadisi İmam Müslim'den başka İmam el-Buxari Səhih kitabında 6407 sayılı rivayette, İbn Hibban Səhih kitabında 854 sayılı rivayette, İmam Ebu Ya'la Müsned kitabında 7307 sayılı rivayette rivayet etmişler. Hadisi şərh edən İmam Ən-Nəvəvi bu hadis barədə şərh edərkən demiştir ki, fihin nedbu İlâ zikrillahi teâlâ fil beyti ve ennehu la yuhla minez zikr. Deyir ki, bu hadiste yani Uca Allah'ı zikretmeye mendub vardır, yani sünnet vardır. Ve ele etmək lazımdır ki, evleriniz Allah'ı zikretməkdən xali olmasın. Yani evlerinizde Allah zikr olunsun. Ve sonra sözüne devam ederek deyir ki, ve fihi cevazu temsil ve fihi enne tulel umri fi taati fedila ve in kanel meyyitu yentakilu ila khayri li enne heyyu yestahikku bihi ve yezidu aleyhi bima yef'aluhu minet taat. Ve sonra deyir ki, bunda deyir, yani temsil olanın cevazı vardır. Çünkü həmçinin bunda yani ömrün uzanması vardır. Yani ömrün itaətlər ilə uzanması vardır. Meyyit ise artık yani xeyrə intiqal etmiştir ve diri olan hak edir ki onu artırsın. Müxtəsər bu kadar. Allah bilir. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.